Salam əziz şagirdlər. Bugün 9-cu siniflər üçün keçirilmiş sonuncu OTK imtahan sualları ilə tanış olacağıq. Siz videonu dayandırıb sualları özünüz işləyib, daha sonra isə izahlara baxa bilərsiniz. Əlli-altıncı suala baxırıq. Bu sualda bizdən passive voice, məchul növü istəyir. Məchul növü tapmaq üçün ilk öncə tamamlığımızı tapmalıyıq. Tamamlıq isə bilirik ki, fiildən sonra gələn sözdür. The reports. Və tamamlıq mübtədanı yerinə keçir və bilirik ki, cümləmiz the reports ilə başlayacaq. Daha sonra isə feilin zamanına fikir verməliyik. Görürük ki, feilimiz keçmiş zamandadır və bunun üçün bizə to be-nin keçmiş zaman formaları was, were lazımdır. Və bunun üçün digər variantları çıxaq. A variantı həvlə olmaz. B variantı are indiki sadə zamanın məchul növünü düzəldir. Digər variantlara baxsaq, A variantı yanlışdır. Çünki mübtədamız the reports cəmdir. Xəbərimiz was yox, were olmalıydı və ikinci bir yanlışımız isə were ilə bin işlənməz. Bunun üçün A variantı yanlışdır. C variantına baxırıq, yenə də baxırıq ki, were ilə bin işlənib, olmaz. Bin yalnız bitmiş zamanlarla, yəni have, has, had ilə işlənir. Doğru cavabımız D variantı. 57-ci suala baxırıq. Basic onunla işlənir. Elə cavabımız, yəni ilk baxışdan baxırıq ki, C variantıdır. 58-ci sualda definition'dır. Very difficult to believe. Yəni inanılmağı çox çətin bir şey. Incredible, ağlasığmaz, inanılmaz. 59-cu suala baxırıq. Bu mübtəda xəbər uzlaşmasıdır və əgər mübtədamız gerund və ya demək məstərdirsə, xəbərimiz tək olar. Burada da xəbərimiz təkdir. Görürük ki, feilin sonunda s gəlirsə, bu təkliyi bildirir. 2-yə baxırıq, bir doğru cavabımızdır. 2-də oflu birləşmə varsa cümlədə ofdan əvvələ baxırıq. Və ofdan əvvəl gələn sözümüz cəmdirsə, xəbərimiz cəm olmalıydı. Burada həz yox, həv olsa doğru olardı. 2 yanlışdır. 3-cü suala baxırıq. Oldan sonra cəm sim gəlibsə, xəbərimiz cəm olmalıydı. Was yox, və olsa doğru olardı. 3 yanlışdır. 4-ə baxırıq. Zeri, zera tipli cümlələr, yəni adətən zeri ilə başlayan cümlələr özünə yaxın ilk sözə görə uzlaşır və of var, ofdan əvvələ baxırıq. Several types cəmdə, xəbərimiz are cəmdə doğrudur. 5-də yenə də söz önü varsa cümlədə söz önündən əvvələ baxırıq. Plastik təkdə, xəbər was təkdə doğrudur. Cavabımız 1, 4, 5, B variantı. 60-cı suala baxırıq. Industry sənaye, habit vərdiş, disease xəstəlikdir. A variantında something that you do often and regularly. Nəyisə sən tez-tez, müntəzəm olaraq edirsən, bu vərdiş olar. Demək 2-yə gedir A variantı. B variantında illness that affects people, animals and plants. Xəstəlikdir ki, insanlara, heyvanlara və bitkilərdə təsiri olur. 2-yə gedər, disease də xəstəlikdir. B variantı 3-ə, 3 B variantı və industry isə demək 2A, 1C, 2A, 3, 2B, daha doğrusu 1C, 2A, 3B. Bir dəqiqə, biz yanlış. Doğru cavabımız E variantı. 61-ci suala baxırıq. Altından xətt çəkilən söz bizə close meaning, yəni eyni mənalı sözü istəyir. Damage, zərər vurmaq, dağıtmaq, ziyan vurmaq. Onlar bir broken, zərər vurmaq, sındırmaq və destroy, məhv etmək. 1, 4, B variantı.
62-ci suala baxırıq. While bağlayıcısı var və while olan cümlədə zaman uzlaşılmasına mütləq fikir verilməlidir. A variantı was keçmiş, is indi uzlaşmır. B variantı sleeps indiki sadə was keçmiş davam edici uzlaşmır. C variantında am indiki zaman, slept keçmiş zaman uzlaşmır. D variantında uzlaşma var, amma while-dan sonra gələcək zaman gəlməz. Cavabımız E variantı. Ümumiyyətcə while olan cümlədə adətən keçmiş davam edici zaman işlənir və keçmiş davam edici də keçmiş davam edici ilə uzlaşır. 63-cü suala baxırıq. Boşluqdan sonra friends cəmdədir. Bunun üçün bizə yəni 2-ni çıxırıq, a little-dan sonra sayılmayan gəlir. 3-ü çıxırıq, a lot-dan sonra isim gəlməz. 1, 4 hər iki meynidən və a lot of-dan sonra cəm isim gələr. İkinci tərəfdə time sayılmayan isimdir. A lot of-dan sonra sayılmayan isim də gələ bilər. Matchdan sonra isə hər zaman sayılmayan gəlir. Doğru cavabımız 1, 4, B variantı. 64-cü suala baxırıq. Baxırıq ki, bu kompleks obyekt quruluşudur. Want 3-cü qrup feildir və want-dan sonra to-lu feil gələr. Bu isə E variantındadır. 65-ci sualda compound nouns mürəkkəb isimlər istəyir. A variantı yanlışdır. Burada mürəkkəb isim yoxdur, düzəltmə. Mürəkkəb isim əslində seaside-dir, digərləri mürəkkəb deyil. B variantına qadınə düzəltmədir, yanlışdır. C variantında yenə biz adətən şəkilçilərdən tapırıq. Achievement düzəltmədir. D variantında burada tion şəkilçisi var. Düzəltmədir. Cavabımız E variantı. Home bir söz, work bir söz, bed bir söz, room bir söz, rain bir söz, bow bir söz. Hər ikisi, hər üç söz iki sözün birləşməsindən əmələ gəlmiş mürəkkəb isimdir. 66-cı suala baxırıq. Demək, baxırıq ki, boşluqdan sonra isim var. Bunun üçün bizə ilk tərəfdə aslı demək forma lazımdır. B variantı hers müstəqildir. Bundan sonra isim gəlməz. İkinci boşluğa baxırıq. Yenə isim var. İkinci tərəfdə yenə bizə aslı forma lazımdır. Mine müstəqildir, isimsiz işlənir. C variantı yenə mine müstəqildir, isimsiz işlənir. E variantında isə hers müstəqildir, isimsiz işlənir. Cavabımız D variantı. Üçüncü tərəfdə yenə boşluqdan sonra isim var və hər üç hissəyə aslı forma verməliyik. Bu isə D variantındadır. 67-ci suala baxırıq. Burada bizə sifətin dərəcələridir, doğru dərəcələrini verməliyik. Zən müqayisənin göstəricisidir. Bunun üçün birinci tərəfdə müqayisə olmayan variantları çıxaq. C variantı most üstünlük dərəcəsinin göstəricisidir. Bunun üçün yanlışdır. B variantı isə match müqayisənin göstəricisidir. Özü müqayisə yaratmır. Sadəcə müqayisə tələb edir. Lakin beautiful burada adi dərəcədədir. Bunun üçün yanlışdır. Digər variantlara baxaq. İkinci tərəfə keçirik və baxırıq ki, cümlədə in var. In üstünlük dərəcəsinin göstəricisidir və A variantı yanlışdır. Üstünlük dərəcəsi hər zaman Z artikli ilə işlənərdi. Burada yoxdur. D variantında the most beautiful doğrudur. More beautiful and the most beautiful doğrudur. E variantında isə mostun Z-si yoxdur. Bunun üçün yanlışdır. 68-ci suala baxırıq. Bizdən sinonimləri soruşur. Big böyük, enormous böyük doğrudur. Və tired yorğun, exhausted yorğun. Yəni doğru cavabımız 1, 4-dür. Digərləri məsələn angry, acıqlı, əsəbi, sonra məmnun, digər sözümüz amazing, heyrətamiz, gözəl, sıxıcı, məsələn boring, sıxıcı bu uyğun gəlmir. 69-cu sual short textdir və bildiyiniz kimi qısa məzmunlu mətnlər 9-cu siniflərə düşür, 3 mətn düşür. Bunun üçün yəni mətnə diqqətlə fikir vermək lazımdır, tərcümə etmək lazımdır. Məsələn, mətnə baxırıq, yeni kitab nəşrinin elan edilməsidir başlığı. Biz gənc yerli yazıçının yeni kitabının nəşrini elan etməkdən məmnunuq. Kitab dostluq və macəra haqqında maraqlı bir hekayədən danışır. Yəni kitabda dostluq və macəra haqqında maraqlı bir hekayədən danışır. Kitabın içərisində 200 səhifə və gözəl şəkillər var.
Kitabın qiyməti $15-dır və artıq kitab mağazalarımızda və onlayn olaraq mağazalarımızdan və onlayn olaraq əldə edə bilərsiniz. Şənbə günü saat 15:00-da müəlliflə birlikdə kiçik bir kitab imzalama tədbirinə qoşula bilərsiniz, qoşulun. A variantına baxırıq ki, demək, kitab müəllifi maraqlı əsərləri ilə tanınan xarici yazıçıdır, amma bizdə mətndə bildiyiniz kimi onun yerli yazıçı olduğu deyilmişdir. Bunun üçün A variantı yanlışdır. B variantı kitabı yalnız kitab mağazalarında deyil, həm də onlayn əldə etmək mümkündür. Bu doğrudur. C variantında kitab mağazasında artıq kiçik bir kitab imzalama tədbiri keçirilib. Xeyr, tədbir keçiriləcək hələ. Demək, D variantında kitab mağazası şənbə günü saat 3-də bağlanacaq. Xeyr, belə bir şey yoxdur. Sadəcə şənbə günü saat 3-də müəlliflə görüş keçiriləcəkdir. Bunun üçün D variantı da yanlışdır. E variantında isə kitab 200-dən çox səhifədən ibarətdir və illüstrasiyalar vardır kitabda. Bu belə bir şey də yoxdur. Yəni doğru cavabımız B variantı. 70-ci suala baxırıq. Demək, hörmətli müştərilər. Daha doğrusu 70-ci mətndə hörmətli müştərilər, bu həftə sonu supermarketimizdə böyük endirim var. Bir çox meyvə və tərəvəzlər 20% endirimlə satılacaq. Həmçinin daha aşağı qiymətlərlə qəlyanaltılar və içkilər də ala bilərsiniz. Endirim cümə günü başlayır və bazar günü başa çatır. Bu keçən bundan əvvəlki izahlarımızda da qeyd etmişdik ki, qısa tekstlərdə, ümumiyyətcə böyük tekstlərdə də adətən tarixlərə, zamanlara, kimə yazılıb və kimdən yazılıb, bunlara diqqət yetirmək lazımdır. A variantına baxırıq, gələn həftə sonu içkilər üçün böyük bir satış başlayacaq. Burada belə bir şey yox idi. B variantında isə böyük satış bir həftədən çox davam edəcək. Xeyr. Biz öyrəndik ki, satış cümə günündən bazar gününə kimi davam edəcək. C variantında bütün tərəvəzlərin qiyməti 20%-dan çox azalacaq. Xeyr, bu da yanlışdır. Demək, şənbə günü qəlyanaltılar üçün endirim yoxdur. Yəni D variantında yanlışdır. Doğru cavabımız E variantı. Supermarketlər cümə günündən bazar gününə qədər böyük endirim edəcək. Baxın, görürsünüz, cümə günündən bazar gününə qədər. Demək, doğru cavabımız E variantı. 70-ci mətnə baxaq. Kirayə elanıdır. Bu mənzilin kirayə haqqı ayda $500-dır. Əvvəlcədən ödəniş tələb olunur. Beforehand əvvəlcədən deməkdir. Zəhmət olmasa kirayə haqqını hər ayın 5-dən əvvəl ödəyin. Ödəniş onlayn edilə bilər. A variantına baxırıq. Mənzil üçün aylıq ödəniş $500-dır. Bu doğrudur. Mətndə də var. B variantı, hər ayın sonunda $500 ödəməlisiniz. Xeyr, ayın əvvəlində beforehand bizə göstərmişdir ki, əvvəlcədən ödənilir. C variantında ödəniş etdikdən sonra mənzilin kirayəyə götürə bilərsiniz. Ödəniş etdikdən sonra mənzili kirayəyə götürə bilərsiniz. D variantında onlayn ödəniş qəbul edilmir, amma onlayn ödəniş də qəbul edilməlidir. Və E variantında isə əvvəlcədən $500-dan çox pul ödəməlisiniz. Bu da yanlışdır. Doğru cavabımız A variantı. Və mətnimizə baxırıq. Mətni daha yaxşı oxumağınız üçün biraz böyüdürəm. Baxırıq ki, mətndə Havay adalarından söhbət gedir. Havayda turizm mühüm rol oynayır. Demək, Havay ABŞ-ın bir ştatıdır. Sakit okeanda bir adadır və 8 əsas adadan ibarətdir. Paytaxtı Oahu adasında yerləşən Honoluludur. Havayinin isti havası və gözəl çimərlikləri vardır və bu səbəbdən hər il çoxlu turistlər buraya gəlir. Turizm bir çox yerli sakinə iş yeri yaradır və Havayi iqtisadiyyatının böyüməsinə, yəni adanın iqtisadiyyatının böyüməsinə kömək edir. Waikiki çimərliyi dünyanın ən məşhur çimərliklərindən biridir və
Demək, ziyarətçilər orada üzməkdən, sörf etməkdən və günəş vannası qəbul etməkdən zövq alırlar. Havayı vulkanları milli parkı da məşhur bir yerdir. Burada insanlar, demək, Mauna Loon kimi aktiv vulkanları görməyə və təbiət, və elm haqqında daha maraqlı faktlar öyrənə bilərlər. Pearl Harbor ziyarətçilərin 2-ci Dünya müharibəsi haqqında məlumat əldə edə biləcəyi tarixi bir yerdir. Və Havayi tropik iqlimə malikdir. Bir dəqiqə. Bəli, Havayi tropik iqlimə malikdir. Temperatur adətən 24 dərəcədən 30 il ərzində 24 dərəcə ilə 30 dərəcə arasında dəyişir. Turistlər Havayiyə əsasən təyyarə ilə səyahət edə bilərlər. Əsas hava limanı Honoluludakı Daniel demək, beynəlxalq hava limanıdır. Bir çox insan Havayi mədəniyyətində də zövq alırlar. Onlar halo rəqsini izləyir və mədəniyyətinin mühüm bir hissəsini təşkil edən ənənəvi musiqilərini dinləyirlər. Poke və təzə ananas kimi yerli yeməklər çox populyardır burada. Və 72-ci suala baxırıq. Mətnə əsasən suala doğru cavab verməliyik. Havayi mədəniyyəti nə ilə məşhurdur? A variantı deyir ki, tarixi yerlərinə görə məşhurdur. B variantında ənənəvi musiqisi və hula rəqsi üçün demək, rəqsi məşhurdur burada. C variantında beynəlxalq hava limanı, D tropik iqliminə görə, E isə zəngin tarixinə görə məşhurdur. Doğru cavabımız B variantıdır. Ənənəvi musiqisi və hula rəqsləri üçün cavabımız B variantı. 72-ci suala baxırıq. Mətn nə haqqındadır? Demək, Havayi mədəniyyəti haqqında, hula adlanan xüsusi B variantındadır, rəqsi haqqındadır. C variantında ABŞ ştatları haqqındadır. Yəni ABŞ ştatlarından biri haqqındadır. Ümumiyyətcə, yəni D variantında izah eləyək. D variantı aeroportu haqqındadır, beynəlxalq Honolulu aeroportu. E variantında isə dünyanın məşhur çimərlikləri haqqındadır. Burada dünyada məşhur çimərliklərdən söhbət getmədi. Bilirik ki, Havayi adasından söhbət gedir və bu adanın mədəniyyəti falan hər şey də bunun içərisindədir. Və adətən mətndə bir tutaq ki, yerdən, məkandan və yaxud da bir insandan söhbət gedirsə, adətən one of olan variantlar doğru variant olacaq. Yəni Amerikanın ştatlarından biri haqqındadır. Doğru cavabımız C variantı. 74-cü sualda sualı cümləni tamamlamalıyıq. Pearl Harbor is a place where people can learn about. Yəni bu Pearl Harbor elə bir yerdir ki, insanlar orada nə haqda öyrənirlər? Adətən demək, doğru cavabımız E variantı olar. 2-ci Dünya müharibəsi haqqında öyrənirlər. Daha sonra isə 75-ci suala baxırıq. Mətnə uyğun olaraq ifadəni seçməli, yəni daha doğrusu səhv, false soruşursa, səhv ifadəni seçməliyik və ümumiyyətcə bütün variantların hamısı doğrudur. Yalnız C variantından başqa. Əvvəlki mətn işləmə izahlarımızda da qeyd etmişdik, mətn işləmənin qısa yolları haqqında və əgər o videolara baxmısınızsa, adətən mətndə yanlış cavabı istəyirsə, biz inkar variantları götürməliyik, o isə C variantındadır. 76-cı suala baxırıq. Mətnə görə, yəni hansı ifadələr doğrudur? Birinci demək cümlədə deyir ki, turistlər Havayi adasında qayıqla səyahət etməyə üstünlük verirlər. İkinci cümləmizdə turizm Havayi iqtisadiyyatına mənfi təsir edir. Belə bir şey yoxdur. Mənfi təsir etmirdi, əslində müsbət təsir edirdi. Yenə deyirəm, doğru cavabları bizdən istəyirsə, neqativ, inkar mənaları çıxmalıyıq. 3-də Havayidə il boyu temperatur 20 dərəcədən çox olur. 4-də isə Havayidə turizm mühüm rol oynayır. Bəli, mühüm rol oynayırdı Havayidə turizm və 3 də doğrudur ki, 20 dərəcədən yuxarı olurdu temperatur. 1-də isə deyir, turistlər
gəmi ilə səyahət etmək üstünlük verir, amma orada təyyarə ilə səyahət etməlidirlər. Yəni doğru cavabımız 3, 4. Növbəti, suallar isə, dinləmənin suallarıdır və, 81-ci, demək sualımız isə make up story, esse yazmaqdır. 3 şəkil əsasında esse yazılmalıdır. Ümid edirəm ki, izahlarımız sizin üçün faydalıdır. Əgər izahlarımız sizin üçün faydalıdırsa və belə izahların davamının gəlməsini istəyirsinizsə, zəhmət olmasa kanala abunə olun və bəyənməyi unutmayın. Hər kəsə uğurlar.